Neçə yaşında ailə qurmuşsan Roza? Mən Əsas məsələ. 17. 17 yaşında. 16 yaşında nişanlandım. Nişanladılar. Niyə Bəli. bəs? Əslində romanımda da bilirsən, yəni bunu dərindən bilirsən, maraqlı faktlar çıxardırsan hər zaman üzə. Sevdiyim bir insan olub, ilk aşk, məhəbbət. Ay, Yani o zamanda da elə oldu ki, bizim yollarımız tutmadı. Ona görə İlk təşəkkür məhəbbət- edirəm ki, tutmadı ki. Mən onun acığına başqasına ailə qurmaq təklifinə hə dedim. yəni onun acığına başqa bir yəni insanla ailə qurdun, amma o da çox getmədi. Dimuş, mən elə o sevdiyim insana ayrıldığım gün dedim ki, 3 gündən sonra mənim nişanımdır, səni nişanıma dəvət edirəm. Bunu belə risk içimdə yaşadım ki, güya doğrudan da nişanımdır və bundan doğrudan da qısa salıram. Qoy ürəyi çatlasın, partlasın, peşman olsun. Və bunu belə yaşadım da. Doğrudan da 3 gündən sonra, yəni 2 gündən sonra həyatıma elə bir insan çıxdı. Dedim, əgər sabah nişanımız olsa sənə ərə gedəcəm. Roza Sərgərli səhnəyə çıxmaq üçün ayrıldı. Yox, heç bir adiyyat yox. Və mən o vaxtına hamı bilir ki, ləqəbim də var idi, ərəb qızı. Mən solo konsertlər verirdim. Ərəb qızı. Hə, Eşidirsən? çünki Ərəb qızı. saçlarım çox uzun idi, arıq-marıq belə qaşı gözü iri qız idim da. Mən elə oldu ki, 5 il ailəli olduq. Qızımın atası ilə 5 il. 5 il, hə. Qızım biraz gec dünyaya gəldi. Qızımın 3 yaşı olanda biz ayrıldıq və biz ayrılmadıq. Biz ayrı yaşadıq. Mən ondan qaçdım, sonra yenə barışdıq. Universitet vaxtı 1-ci kursda olanda. Amma mən ayrılandan sonra başa düşdüm ki, mən peşəm yoxdur. Amma Roza Sərgərli bir qızının olduğunu və ailəli olduğunu gizlətdi bir neçə il. Yox, yox, yox. Sadəcə efirdə o vaxtı belə şeylər danışmırlardı. Bənövşənin uşaqlığı. Bu Bənövşənin 4 yaşı var burada. 4 yaşı var. Heç öz övladların olsun arzulamadın bu günə qədər. Necə? Öz övladların olsun arzulamadın bu günə qədər. Arzuladım.